Övladım 3 yaşında olanda oğlum, bilmişəm ki, artıq xəstəsidir. 3 yaşından 9 yaşına kimi onu hər yeri aparmışıq. Yəni, bilənlər bilmirəm, məlumatınız var, yoxdur, askizm xəstəliyindən. Yəni, çox agresiv, hər yeri sundururdu, dağıdırdı. Hətta götürüb qardaşlı 5-ci mərtəbədən həyat atırdı, aşağıda da maşınlar, insanlar. Yəni, demək olar ki, mən onu saxlaya bilmirdim. Sonra hər yeri apardım. 5 ilə yaxın da qonşu mərkəzə aparmışam, 9-cu mərtəbədə yerləşəm. Sonra 9 yaşında artıq biz evdə qərar aldıq ki, bu uşaqda həkimə aparmayacaq. Çünki o qədər dərman içmişdi, gözünün altı çökmüşdü, çox pis vəziyyət idi. Sonra gəldi bir klok dərman. Mən ona dedim ki, biz danışmışdıq, dərman denəyəcək, uşaq da pis vəziyyətlədir. Dedi, dərman deyil, bu çox yaxşıdır, sən bunları ver, sonra özün bir çalış. Mən başladım uşaq dərmanı, kompleks şəklində, spirulina, uşaq kalsiyumu, beyin kalsiyumu, bir də sink. 3 həftə uşaq yaxşılaşdı, amma mama falan dedi ki, yenə həmin dərmanlar kimi bitəndən sonra yenə həmin vəziyyətdə qalacaq. Amma elə bil ki, daxilimdən mənə bir səs deyildi ki, bu yaxşı olacaq. Demək olar ki, 1 ay, 40 günlük yazmışdır. Demək olar ki, 1 ay bu tam yaxşı oldu. Həmin o agresivliyi, evdə dağıtmaq, sındırmaq, bunlar heç ümumiyyətlə olmadı. 40 gün oldu, məhsullar bitdi, amma çox yaxşı oldu. Amma bu məhsulu 40 gün verdi. Çox yaxşı oldu, məhsul bitdi, həqiqətən yaxşı oldu, çox yaxşı, çox sevdim mən. Ondan sonra gəldim, başladım ona çalışmağa, dedim, o qədər görmüşdüm belə analar, belə valideynlər, necə əziyyət çəkirlər. Yalnız mən Xətayidə yaşayıram. Xətayiden 9-cu 20 yanlara gedirdim. Hər dəfə babam dəyişirdi, o məni sıxırdı biləklərimi. O qədər ölkəm sıxırdı ki, hər dəfə ona gəlirdi. Mən sıxılırdım, bilməm, utanırdım. Hər dəfə bir babam dəyişirdi, növbətiyə bilmirdim ki, çox inciyirdi mənə. 8-də oxuyur, amma 7-də oxuyana qədər ümumiyyətlə riyaziyyat bilmiyim, 10 dairəsində belə. Amma bu illərdə çox mükəmməl riyaziyyat bilmiyim, ancaq humanitar fənlərə, qəşəng tarix bilir, 95-96% güzəl uşaq. Mən arada gətirirəm burada. Bir dəfə gətirəndə görəsin, o TNC-də çox sevir, məhsullarda çox sevir, hətta indi də. Amma bir həmin kompleks şəklində mən onu martda vermişdim, bir də noyabrda verdim, həmin kompleks şəklində. Demək olar ki, 2 dəfə. İndi amma nə olsa içir. Amma elə kompleks şəklində 2 dəfə vermişəm o vaxtı. İndi hamısından içir, nə olsa içir, çox sevir. Buranı da çox sevir.